STEAM festivalında 20-dən çox ölkə iştirak edir. Gəlin görək onlar həm bu festival, həm də Azərbaycan haqqında nələr düşünür, hansı ideyalarla gəliblər. Hansı ölkədən gəlmisiniz? Layihənizlə bağlı məlumat verə bilərsiniz? Hi, my name is Alisha and I'm from Pakistan. Mən Alisha, Pakistandan gəlmişəm. Layihəmin adı Argi Smart Günəş kanalıdır. Əsasən inkişaf etməkdə olan ölkələrdəki fermerlər üçün mobil tətbiqlə işləyən bir sistemdir. Günəş paneli günəş işığını elektrik enerjisinə çevirir və bataryaları doldurur. Argi su nasosuna enerji verir və avtomatik olaraq torpağıma su varılır. Bundan əlavə torpağın nəmliyi, temperaturu və rütubət səviyyəsi haqqında da məlumat verir. Festivalla bağlı təəssüratlarınız necədir? Buradakı mühit çox gözəldir. Həm müxtəlif yarışlar keçirilir, həm də uşaqlar STEAM sahəsini daha dərindən öyrənmə imkanı qazanırlar. Mən də dostumla tam razıyam. Festival çox həyəcanlı və əyləncəlidir. Burada müxtəlif stendləri gəzmək, yeni texnologiyalarla tanış olmaq və fərqli təcrübələr yaşamaq mümkündür. Azərbaycan və buradakı insanlar haqqında nə düşünürsünüz? Azərbaycan haqqında da çox müsbət fikirlərimiz var. Hər il gələn STEAM icmasını səmimiyyətlə qarşılayırlar. Bu bizim üçün çox böyük təcrübədir. Buradakı insanlar olduqca mehribandır. Nə zaman köməyə ehtiyacımız olsa, bizə böyük məmnuniyyətlə dəstək olurlar. Ümumiyyətlə, Azərbaycan qədim və zəngin mədəniyyətə sahib ölkədir. Bu da onu daha da valeh edici edir. Layihəmizin adı ECO-dur. Əsas ideyamız qasırğa və tornado kimi təbii fəlakətlər üçün erkən xəbərdarlıq cihazı yaratmaqdır. Bu cihaz günəş enerjisi ilə işləyir və elektrikə və ya internet bağlantısına ehtiyac duymur. Külək gücləndikcə cihazın rəngi dəyişir və vibrasiya verir. Beləliklə insanlar təhlükədən əvvəl xəbərdar olurlar. İstəyə görə cihazı siren və ya daha böyük dinamiklərlə təchiz eləmək olar. Tornado riski zamanı bu cihaz şəhər ətrafına yerləşdirilə bilər ki, əhali vaxtında tədbir görərək zərərdən yayınsın. Bu projemiz yerden şu topları topluyor. Daha sonrasında belli hücrelere atıyor. İki renk var, mavi ve kırmızı. Eğer ki kırmızı ittifaktaysanız sadece kırmızı topları hücrelere atıyorsunuz. Ona göre puanlar oluyor. Eğer mavi renk olduğunda mavi plakayı takıp bu sefer sadece mavileri toplayabiliyorsunuz. Biz Qazaxstandan bura VEX V5 yarışlarında iştirak eləmək üçün gəlmişik. Qalib olmaq niyyətindəyik. İkinci dəfə Azərbaycana gəlirik və buranın atmosferini, insanların mehribanlığını, xoş qarşılanmağımızı çox bəyənirəm. Burada olduğum üçün çox şadam. Bu sistem ağıllı evlərə keçidi daha da sadələşdirir. Cihaz sayəsində pərdələriniz əvvəlcədən təyin elədiyiniz vaxtlarda avtomatik açılıb bağlanır. Üstəlik, düymələr vasitəsilə günəşin çıxma və batma vaxtlarına uyğun hərəkət vaxtını da təyin eləmək mümkündür. Üstünlüyü ondadır ki, mövcud adi pərdələrə asanlıqla quraşdırılır. Bu isə evi yüksək xərc çəkmədən ağıllı ev sisteminə çevirməyə imkan verir. Biz Belçikadan gəlmişik. Məktəbimizdə pultla idarə olunan hidrogenlə işləyən avtomobil hazırlamışıq. Onu daha yüngül eləmək, balans nöqtəsini aşağı salmaq üçün bir sıra dəyişikliklər elədik. Məqsədimiz enerjiyə qənaət edərək daha uzun məsafə qət edə biləcək bir avtomobil yaratmaqdır. Azərbaycan və buradakı insanlar haqqında nə düşünürsünüz? Azərbaycan bizim üçün çox maraqlı və gözəl ölkədir. Açığı biraz Dubaya bənzətdik. İnsanlar çox mehribandır. Məsələn, metroda bilet almaqda çətinlik çəkirdik, amma bir xanım dərhal yaxınlaşıb bizə kömək elədi. Binalarınızı da bəyəndim. Böyük bayraq, alov güllələri və digər tikililərin şəkillərini çəkdik. Biz Niderlanddan gəlmişik. Məncə bu festival möhtəşəmdir. Bütün komandalar bir-birinə kömək eləyirlər. Burada təcrübə edilə biləcək çox maraqlı və müxtəlif fəaliyyətlər var.